Çoxlarının AES Telman kimi tanıdığı Telman İsmailov 1956-cı il oktyabr ayının 26-sında Bakıda dünyaya gəlib. 12 uşaqlı ailədə sonuncu olan Telman hələ gənc yaşlarından ticarətə can atırdı və sonradan Moskvaya üst tutaraq 1989-cu ildə AES şirkətlər qrupunun təməlini qoydu. AES adı öz sahiblərinin adı ilə Ələkber, Sərxan, Telman İsmailovun oğulları və Telman adının baş hərfləri ilə bağlıdır. İlk illər AES sadəcə paltar satışı ilə məşğul olsa da, qısa müddətdə sözdə hər yerdə özünü qoydu. 52-dən çox mağaza açdı. O zamana qədər Moskvada buna bənzər kütləvi pərakəndə ticarət genişliyi yox idi. Sonra AES sürətlə genişləndi. Təkcə geyim deyil, otel, tikinti, nəşriyyat, nəqliyyat, zərgərlik, restoran və topdan satış kimi bazarlarına qədər yeni, eyni zamanda bir imperiya kimi böyüdü. Onun ən güclü aktivlərindən biri Moskva ətrafında yerləşən Çerkizovski bazarı idi. O zamanlarda bu bazar Rusiya və Avropanın ən böyük topdan satış mərkəzlərindən biri hesab olunurdu. Bazar Moskva ətrafında minlərlə tacir, işçi və alıcı üçün kiçik dünya adlanırdı. Yüz minlərlə satıcı və kiçik bizneslə məşğul olan insanlar gündəlik dolanışıqlarını bu bazar vasitəsilə qururdular. Bu uğur sayəsində AES şirkətlər qrupu milyonlarla dollar dövrəyə sahib holdinqə çevrildi. Rəsmi rəqəmlərə görə isə 2000-ci illərin ortalarında illik dövrəsi 2 milyard dollar civarında idi. 2009-cu ildə isə Telman İsmailov Moskvada olan imperiyasını tərk edərək Türk Riverası, yəni Antalyaya üz tutdu və atasının adına olan bir layihəyə imza atdı. Mardan Palace. Bu otel yalnız sadə otel deyildi. O lüksun özünü yenidən tərif edirdi. Layihənin qiyməti 1.4-1.5 milyard dollar təşkil edirdi. Təkcə Mardan Palace'ın tikintisində 10.000 kvadrat metr qızıl və xırda dekorasiyalar üçün 500 mindən çox kristal işlənmişdi. Açılış mərasimi özü-özünlüyündə sensasiya idi. Dünya ulduzları, Hollywoodun və dünya səhnələrindən tanınmış adları Mariah Carey, Richard Gere, Sharon Stone, Monica Bellucci, Paris Hilton, Seal, Tom Jones və Türkiyədən İbrahim Tatlıses kimi məşhurlar təkcə Mardan Palace'ın açılışında iştirak etmək üçün qatılmışdılar. Mardan Palace tezliklə Avropanın və Aralıq dənizinin ən bahalı və lüks rezortu olmuşdu. Ancaq üfüqdə fırtına görünürdü. 2008 və 2009-cu illərdə Rusiyada olan valyuta enişi və iqtisadi böhran Çerkizov bazarı və AES imperiyasının kökündən sarsılmasına səbəb oldu. Həmçinin Rusiya hökuməti bazarda keçirilən topdan satış əleyhinə ciddi tədbirlər gördü. Rəsmi bəyanata görə bazar vergilərini ödəmirdi, qeyri-qanuni mal dövriyyəsi, kargüzarlıq pozuntuları var idi. Nəticədə bazar bağlandı və yüz minlərlə tacir işsiz qaldı. Bu sadəcə bir bazarın bağlanması deyildi. AES imperiyasının təməli belə silkələndi. Borclar yığılmışdı. Türkiyədən Mardan Palace'ın tikintisi üçün götürülmüş kreditlər geri qaytarılmamışdı. 2015-ci ildə otel icralıq oldu və icranın nəticəsində otel Türkiyədən Halkbankın mülkiyyətinə çevrildi. Beləliklə Mardan Palace, Telman İsmailovun illər boyu arzu kimi qoruduğu layihə əlindən alındı. Mardan Palace sonradan yenidən icarəyə verildi. 2018-ci ildən etibarən Titanic Hotels şəbəkəsi oteli icarəyə götürdü və hazırda Titanic Mardan Palace adı ilə otel fəaliyyətini davam etdirir. Maliyyə çöküşü və borclar hələ son deyildi. 2017-ci ildə Rusiyada iddialara görə 2 iş adamının öldürülməsində Telman İsmailovun adı hallanırdı və beləliklə ona qarşı qiyabi hökm çıxarıldı və Interpol tərəfindən axtarışa verildi. 2021-ci ilin oktyabrında Montenegronun paytaxtı Podgorica şəhərində Telman İsmailov həbs olundu. Lakin Montenegro hakimiyyəti ekstradisiya tələbinə baxmayaraq ona siyasi sığınacaq verdi. Bu da onun Rusiyanın ələ keçirmə ehtimalından uzaqlaşdırdı. Hal-hazırda Telman İsmailov Montenegroda siyasi sığınacaq statusu ilə yaşayır. Amma o, Azərbaycan xalqının yaddaşında milyardlarla dollarlıq imperiyasını itirmiş, dramı və qalmaqalı ilə yadda qalan bir şəxsdir. Telman İsmailovun həyat hekayəsi birbaşa uşaqdan milyarderə, Çerkizovun kralından Mardan Palace'ın malikinə, oradan da borclu, axtarılan və sığınacaq alan adama çevrilmiş dramatik bir nağıldır. Onun hekayəsində təkcə pullar, daşınmaz əmlak, ulduzlar, lüks deyil, risk, ayaq sürüşməsi, iflas, borclar və bəlkə də nadir bir dirçəlik cəhdi vardır. Çoxları üçün Telman İsmailov adı bir dəfə ucalmış, sonra süquta məruz qalmış,
indiyə qədər qalmaqal və suallar içində olan bir obraz deməkdir. Onun hekayəsi bizə göstərir ki, milyarderlərin həyatı bəzən peri masalından daha sürprizli, daha acı və daha mürəkkəb olur. Bəzən ulduzlarla başlayıb qırmızı bülleten, borc və sığınacaqla bitə bilər.